Sizcə Apple 18 il ərzində neçə iPhone buraxıb? Bilirsiniz? Cəmi 51 model. Amma bu 51 modelin içində elə biri var ki, qalmaqallı idi. Əyilirdi və texniki baxımdan rəqiblərindən xeyli geridə qalırdı və buna baxmayaraq tarixin ən çox satılan iPhone oldu. Bu videoda bir telefonun zəng alətindən çıxıb 3 fərqli cihazın yerini tutmasına, iPhone'un gizli inkişaf prosesinə, Steve Jobs'un səhnə arxasındakı qərarlarına və bu cihazın bugün süni intellekt mərkəzli platformaya çevrilməsinə baxacağıq. Apple ilk iPhone-unu 2007-ci ildə təqdim edəndən bu günə qədər, daha dəqiq desək 2025-ci ilin sentyabrına qədər cəmi 51 fərqli iPhone modeli buraxıb. Bura ölçüsü, adı və mövqeyi fərqli olan bütün modellər daxildir. Bu 51 modelin içində isə bir sual həmişə hamını maraqlandırıb. Ən uğurlu iPhone hansıdır? Cavab çoxlarını təəccübləndirir. Bu nə ən yeni modeldir, nə də texniki baxımdan ən güclü iPhone. Bu iPhone 6 və iPhone 6 Plus idi. Rəsmi olaraq iki ayrı model olsalar da Apple onları bir seriya kimi qiymətləndirir və nəticə inanılmazdır. Birlikdə 222 milyon 500 min ədəd satır. Bu göstərici ilə onlar bütün dövrlərin ən çox satılan telefonları siyahısında 3-cü yerdədirlər və yalnız düyməli əfsanələr Nokia 1100 və Nokia 1110 modellərindən geridə qalır. Ən maraqlısı isə budur ki, bu uğur bəndqeyd qalmaqalını və Android rəqiblərlə müqayisədə texniki baxımdan geri qalmasına baxmayaraq əldə edilir. Daha bir vacib detal var. Tarixdə ən çox satılan ilk 10 telefonun 6-sı Apple-a məxsusdur. Qalan 4 yer isə düyməli Nokia modellərinə aiddir. Yəni nəticə sadədir. iPhone sadəcə texnologiya deyil, bu qlobal miqyasda formalaşmış bir fenomendir. Videonun davamında mən sizə 2007-ci ildən bugünə qədər Apple tərəfindən buraxılmış bütün smartfonlardan danışacağam. Hər bir modelin rəqiblər fonunda nə ilə fərqləndiyini izah edəcəm və ümumiyyətlə Apple-ın bu qədər sərt rəqabət olan bazarda necə yüksəldiyini anlatmağa çalışacağam. Bu, buraxılmış bütün iPhone-ların hekayəsidir. Orijinal iPhone-dan tutmuş son iPhone Air-ə qədər. 2007-ci ilin iyul ayında ilk iPhone dünyaya gəldi. Amma bir dəqiqə, texniki baxımdan desək, tarixdəki ilk iPhone əslində Apple-ın smartfonu deyildi. Bu 1998-ci ildə Infogear Technology Corporation tərəfindən təqdim olunmuş böyük stasionar simli bir telefon idi. İnternetə çıxışı var idi və daha çox ev telefonu ilə kompüterin qarışığını xatırladırdı. Bir müddət sonra Infogear şirkətini Cisco satın aldı və maraqlısı odur ki, 2007-ci ildə Apple öz ilk iPhone-unu təqdim edəndə iPhone adlı bu ticarət nişanı hələ rəsmi olaraq Apple-a məxsus deyildi. Nəticədə Apple ilə Cisco arasında patent və ad hüquqları ilə bağlı mübahisə yarandı. Bu məsələ məhkəməyə getmədi. Tərəflər məhkəmədən kənar razılaşma ilə problemi həll etdilər. Apple Cisco-dan düz 10 il ərzində şəbəkə avadanlıqları alacağını söz verdi. Əvəzində isə iPhone adından sərbəst istifadə hüququ qazandı və məhz bundan sonra bu ad artıq tam mənası ilə Apple tarixinin bir parçasına çevrildi. 2000-ci illərin ortalarında Apple nəhayət qərara gəlir ki, artıq öz ilk mobil telefonunu buraxmağın vaxtıdır. Amma bu ideyanı tək başına yox, Motorola ilə birlikdə sınaqdan keçirmək istəyirlər. Bunun da səbəbi sadə idi. Motorola'nın telefon istehsalı sahəsində böyük təcrübəsi vardı. Üstəlik onların mobil operatorlarla hazır müqavilələri mövcud idi. ABŞ bazarında isə bu son dərəcə vacib bir məqam sayılırdı. Apple-da isə o vaxt belə əlaqələr hələ yox idi. Bu əməkdaşlığın nəticəsi musiqi yönümlü Motorola Rocker Y1 oldu. Əslində bu model bir qədər yenilənmiş Motorola Y398 idi. Telefonun əsas fərqi isə daxilində yerləşdirilmiş musiqi playeri idi və onun interfeysi açıq-aşkar iPod-u xatırladırdı. Yəni Apple üçün bu telefon bazarı dəyişən inqilabdan çox gələcək üçün atılmış ilk sınaq addım idi. Rocker Y1-in əsas fərqləndirən özəlliyi ondan ibarət idi ki, o iTunes kitabxanası ilə sinxronlaşa bilirdi və iTunes-dan alınmış bütün trekləri telefona köçürmək mümkün idi. Maksimum cəmi 100 trek yükləməyə icazə verilirdi və bu açıq desək dəhşətli bir məhdudiyyət idi. Hətta telefonun micro SD kartlarını dəstəklədiyi halda belə bu limit istifadəçi təcrübəsini ciddi şəkildə korlayırdı. Nəticədə Motorola Rocker Y1 populyar telefon ola bilmədi, amma başqa bir uğuru var idi. Bu model Steve Jobs üçün əsl kabusa çevrildi. Jobs bu telefonu səmimi şəkildə nifrətlə xatırlayırdı. Məhz elə bu nöqtədə Apple-da bir həqiqət tam aydın oldu. Öz telefonunu
başqasının platforması üzərində qurmaq mümkün deyil. Artıq qərar verilmişdi. Bundan sonra heç bir kollaborasiya olmayacaqdı. Yalnız daxili komanda, yalnız sıfırdan hazırlanmış bir cihaz. Yəni Apple-ın öz smartfonu. Və bu qərar biraz sonra texnologiya tarixini dəyişəcək addıma çevriləcəkdi. This is a day I've been looking forward to for 2.5 years. 9 yanvar 2007-ci il Macworld Expo səhnəsində Steve Jobs ilk iPhone-u təqdim edir. O dövrün reallığını anlamaq üçün qısa təsəvvür edək. 2007-ci ildə orta statistik smartfon fiziki QWERTY klaviaturası və kiçik rezistiv sensor ekranı olan bir cihaz idi. Rezistiv ekran təzyiq prinsipi ilə işləyirdi. İki keçirici qat basıldıqda bir-birinə toxunur və toxunuş bu şəkildə qeydə alınırdı. Bu ekranlar kifayət qədər həssas değildi. Ona görə də onlarla işləməyin ən rahat yolu stilusdan istifadə etmək sayılırdı. Və təbii ki, özünə hörmət edən hər bir smartfon o vaxtlar stilusla təchiz olunurdu. Və məhz bu fonda 2007-ci ilin yanvarında Steve Jobs səhnəyə çıxıb bir cümlə ilə hər şey alt-üst edir. Nə stilus olacaq, nə də bir fiziki klaviatura. I don't need a stylus. It's far more accurate than any touch display that's ever been shipped. Onun yerinə yeni nəsil Capacitive Multi-Touch Display. Ekran eyni anda 10 toxunuşu anlaya bilir. Basmaq yox, toxunmaq kifayətdir. Bu an sadəcə yeni telefonun təqdimatı deyildi. Bu an insanların telefonla necə ünsiyyət quracağını kökündən dəyişən bir dönüş nöqtəsi idi. This is one device. And we are calling it iPhone. Today, Apple is going to reinvent the phone. Orijinal iPhone, xalq arasında daha çox iPhone 2C kimi tanınan model. Öz dövrü üçün kifayət qədər böyük sayılan 3.5 düymlük ekran, sensorlu multitouch idarə etmə, aksilometr, yaxınlıq sensoru, bərkidilmiş şüşə və tamamilə yeni, istifadəsi çox rahat bir əməliyyat sistemi ilə gəlirdi. iPhone həqiqətən də mobil interfeyslərə yanaşmanı dəyişdi. Ağır, dolaşıq və istifadəçini yoran sistemlərin yerinə Apple jestlərin üzərində qurulmuşdu. İntuitiv və başa düşülən bir interfeys təklif edirdi. Bugün əlinizə orijinal iPhone-u alsanız belə, onun işləmə məntiqini rahatlıqla anlaya bilərsiniz. Çünki müasir smartfonların hamısı məhz iPhone-la başlayan bir məntiqin davamıdır. Maraqlı bir fakt var. İlk iPhone 9 yanvar 2007-ci ildə təqdim olunsa da, satışı yalnız yarım il sonra 29 iyun 2007-ci ildə çıxdı. Bu vaxta qədər onun haqqında 10 minlərlə məqalə yazılmışdı. ABŞ-da hər 10 Amerikalıdan 6-sı artıq Apple-ın telefon buraxacağını bilirdi. Apple-ın o məşhur biraz da sehirli marketingi artıq o vaxt tam gücü ilə işləyirdi. Amma buna baxmayaraq ilk iPhone kütləvi şəkildə partlayış yaratmadı. Apple təxminən 6 milyon cihaz sata bildi. Bu pis nəticə deyildi, amma bazarı fəth etmək üçün hələ kifayət etmirdi. Ona görə də rəqiblər bunu yeniliyin əvvəlcə çox da ciddi qəbul etmədilər. Üstəlik bu telefon ucuz da deyildi. Qiyməti $499 idi və bu hələ operator müqaviləsi ilə birlikdə olan qiymət idi. ABŞ-da istifadəçi üçün real dəyəri təxminən $1200, bugünkü inflyasiya ilə hesablasaq isə təxminən $1800 edirdi. Və təsəvvür edin, bu pula baxmayaraq orijinal iPhone-da ön kamera yox idi, video çəkiliş yox idi, divar kağızını dəyişmək olmurdu, hətta kopyala yapışdır funksiyası belə yox idi. Amma ən vacib çatışmazlıq başqa idi, tətbiq mağazası yox idi, yəni App Store. Qutudan çıxan iPhone-da istifadəçiyə cəmi 16 tətbiq təqdim olunurdu. Onların arasında Poached, YouTube, Google Maps, Safari, iPod Player və bir neçə başqa əsas proqramlar var idi. Steve Jobs'un ideyası belə idi. Tətbiqləri birbaşa Apple özü hazırlamalı və yaymalı idi. Üçüncü tərəf inkişafçılara isə yalnız Safari mühərriki üzərindən Web 2.0 tətbiqləri yazmağa icazə verilirdi. Bu tətbiqlər browser içində işləyirdi və yalnız internet bağlantısı olduqda aktiv idi. Yəni ilk iPhone texniki baxımdan yarımçıq görünə bilərdi, amma o bir şeyi artıq etmişdi. Oyunun qaydalarını dəyişmişdi. Amma bu yanaşma ilə hamı razı değildi. iPhone-u sadəcə telefon yox, perspektivli bir cib kompüteri kimi görən insanlar vardı. Məhz buna görə də ilk tətbiq mağazası iPhone-da Apple tərəfindən yox, sistemi sındıran həvəskarlar tərəfindən ortaya çıxdı. Əvvəlcə Installer və iCi adlı alternativ mağazalar yarandı. Daha sonra isə 2008-ci ildə artıq əfsanəyə çevrilmiş Cydia meydana çıxdı.
Buradan təkcə tətbiqləri yox, həm də tweakləri, yəni iPhone-un standart interfeysində nəzərdə tutulmayan əlavə funksiyaları və ayarları da yükləmək mümkün olurdu. Amma bütün bunlardan istifadə etmək üçün bir şərt vardı. Sistemi sındırmaq, yəni jailbreak etmək. Və jailbreak gözlənildiyindən də çox populyar oldu. Uzun illər ərzində minlərlə, hətta milyonlarla istifadəçi iPhone-un imkanlarını genişləndirmək üçün bu yolu seçirdi. Təbii ki, Apple-ın daxilində də hər şey çox tez başa düşüldü. Hakerlərlə mübarizə aparmaq üçün təkcə boşluqları bağlayan yeniləmələr buraxmaq kifayət deyildi. İnsanlara rəsmi, təhlükəsiz və rahat bir alternativ təqdim etmək lazım idi. Və nəhayət 10 iyul 2008-ci ildə Apple bu addımı atdı. App Store təqdim etdi. Bu an sadəcə yeni bir xidmətin başlanğıcı deyildi. Bu, iPhone-un tam mənada platformaya çevrildiyi və mobil sənayenin istiqamətini bir dəfəlik dəyişən nöqtə idi. App Store tətbiq mağazası yeni bir smartfonla eyni vaxtda təqdim olundu. Bu model iPhone 3C idi. Adından da göründüyü kimi burada artıq 3-cü nəsil mobil şəbəkələrin, yəni 3C-nin dəstəyi var idi. Və bu da mobil interneti xeyli sürətləndirirdi. Bundan əlavə telefona GPS əlavə olundu ki, bu da xəritələrdən və naviqasiya proqramlarından tam mənası ilə istifadə etməyə imkan verdi. Və məhz iPhone 3C Apple üçün ilk real bestsellerə çevrildi. Dizayn baxımından telefon demək olar ki, orijinal iPhone-un tam təkrarı idi. Yenə 3.5 düymlük ekran, yenə aşağı hissədə yerləşən o məşhur Home düyməsi, amma vacib bir fərq var idi. Arxa qapaq artıq alüminium yox, plastik idi. Bunun sayəsində telefon xeyli yüngülləşmişdi və gündəlik istifadə üçün daha da rahat hiss olunurdu. Yəni iPhone 3C sadəcə təkmilləşdirilmiş bir model deyildi. O, Apple-ın smartfon bazarında kütləvi uğur qazandığı ilk nöqtə oldu. iPhone 3C-nin əsas satıcı üstünlüyü məhz App Store oldu. Burada yüzlərlə faydalı, bəzən də elə o qədər də faydalı olmayan tətbiqlər, müxtəlif oyunlar və servislər ortaya çıxdı. İstifadəçi üçün proses son dərəcə sadə idi. Mağazaya girirsən, istədiyin tətbiqi seçirsən və yüklərsən ya da alırsan. Bu yanaşma əlbəttə ki, Apple-dan da əvvəl mövcud idi və digər tətbiq mağazaları ilə müqayisədə inanılmaz dərəcədə rahat idi. Apple bu prosesi o qədər sadələşdirmişdi ki, tətbiq yükləmək artıq texniki bir əməliyyat yox, adi bir gündəlik vərdişə çevrilmişdi. Nəticə isə özünü çox gözlətmədi. Cəmi ilk 3 gün ərzində 1 milyon iPhone 3C satıldı. Ümumilikdə isə Apple bu modeldən təxminən 25 milyon ədəd satış həyata keçirdi. Bu da əvvəlki iPhone-un nəticəsini 4 dəfə yaxşılaşdırmaq demək idi. Məhz bu andan sonra artıq hamı başa düşdü. iPhone sadəcə uğurlu bir cihaz yox, tam formalaşmış bir ekosistemdir. Bəs bu qədər ani uğurun səbəbi nə idi? Gəlin baxaq. iPhone 3C satışı 2008-ci ildə çıxdı. Həmin vaxt rəqiblər hələ də Apple-ı ciddi qəbul etmirdilər və köhnə şablonlarla hazırlanmış smartfonlar buraxmağa davam edirdilər. Narahat idarə etmə, ağır və anlaşılmaz əməliyyat sistemləri. 2008-ci ildə iPhone-un əsas rəqibləri təxminən belə görünürdü. T-Mobile C1 Android-da ilk smartfon, amma hələ idealdan çox uzaq, BlackBerry Bold və Nokia Y71 öz dövrü üçün əfsanəvi modellər, amma yenə də QWERTY klaviatura ilə, Sony Ericsson Xperia X1, Samsung Omnia və HTC Touch Diamond son dərəcə narahat Windows Mobile üzərində işləyən cihazlar. Bu telefonların hamısı ya fiziki QWERTY klaviaturalı, ya istifadəsi çətin, ya da hər ikisi birlikdə idi. iPhone isə onların fonunda sadəcə fərqlənmirdi. O, sanki keçmiş əsrdən qalma cihazların arasında gələcəkdən gəlmiş bir smartfon kimi görünürdü. Məhz bu anda Apple daxilində çox vacib bir nəticəyə gəldilər. Yaxşı satılan şeyi kökündən dəyişməyə ehtiyac yoxdur. Və artıq növbəti addım çox gözlətmədi. 8 iyun 2009-cu ildə həmin o WWDC səhnəsində Apple növbəti yenilənməni təqdim etdi. iPhone 3GS. Bu isə faktiki olaraq o deməkdir ki, Apple telefonun dəmir hissəsini ciddi şəkildə yeniləmişdi. Birincisi prosesor yeniləndi və onun tezliyi 600 MHz-ə qədər artırıldı. İkincisi operativ yaddaş 2 dəfə artırıldı. Bu da tətbiqlərin və eyni zamanda Safari browserının xeyli daha sürətli açılmasına imkan verdi. Amma üçüncü yenilik var idi ki, bir çox istifadəçi üçün iPhone 3GS-in əsas üstünlüyünə çevrildi. Bu, yeni 3 megapiksellik kamera idi. Avtofokuslu, avtomatik ağ balanslı və ən vacibi video çəkmək imkanı verən kamera.
Məhz bu məqamdan sonra iPhone 3GS artıq sadəcə sürətlənmiş iPhone yox, gündəlik həyatın daha çox hissəsini əvəz edə bilən tam funksional bir smartfon kimi qəbul olunmağa başladı. iPhone 3GS modelində ilk dəfə Find My iPhone xidməti ortaya çıxdı. Yəni iPhone-umu tap. Bu funksiya telefon şəbəkədə olduğu halda onun yerini müəyyən etməyə imkan verirdi. Doğrudur, bundan istifadə etmək üçün əlavə bir xidmətə, Mobile.me-yə abunə olmaq lazım idi. Xatırlayanlar üçün o dövrün biraz qabaqcıl, amma biraz da qəribə servisi idi. Xarici görünüş baxımından telefon heç dəyişməmişdi. Yenə 3.5 düymlük ekran, elementlərin eyni yerləşməsi, eyni dizayn. Halbuki bazarda artıq kifayət qədər güclü rəqiblər vardı. Amma bu Apple-ın yolunu kəsmədi. Nəticədə şirkət 30 milyondan çox iPhone 3GS sata bildi. Və sonra tarixə düşən bir hadisə baş verdi. 2010-cu ilin yazında Apple əməkdaşı Greg Powell hələ elan olunmamış iPhone 4 prototipini bir barda unudub getdi. Telefonu tapan iki gənc onu Gizmodo nəşrinin redaktoru Jason Chen'ə çatdı. Bu hadisə böyük bir qalmaqala çevrildi. Həm Gizmodo, həm də telefonu tapan şəxslər üçün məhkəmə prosesi başladı və maraqlısı odur ki, həmin smartfonla bağlı son qalmaqal deyildi. An all new design. Now, stop me if you've already seen this. Rəsmi təqdimata gəlincə iPhone 4 7 iyun 2010-cu ildə ictimaiyyətə təqdim olundu və məhz bu model iPhone tarixində tamamilə yeni dövrün başlanğıcı olacaqdı. Şəxsi fikrimcə iPhone 4 tarixdəki ən gözəl iPhone-lardan biri idi. Tamamilə şüşə və metaldan hazırlanmış korpusu əlinə alan kimi bahalı və premium bir əşya hissi yaradırdı. Yeri gəlmişkən iPhone 4-ün çıxışı ilə Apple yeni SIM kart formatına, yəni micro SIM-ə keçdi və o an dünyanın yarısı YouTube-dan SIM kartı düzgün kəsməyi öyrəndi. Satışların ilk mərhələsində alıcılara yalnız qara rəng təklif olunurdu. 2011-ci ilin yazında isə xeyli gecikmiş ağ versiyada nəhayət satışa çıxdı. Daxildəki dəyişikliklər isə az deyildi. Birincisi iPhone 4 Apple A4 prosessoru ilə işləyirdi. Bu çip Samsung tərəfindən istehsal olunmuşdu, amma dizaynı Apple-a məxsus idi. Yəni bu öz dizaynlı prosessorla işləyən ilk iPhone idi. İkincisi operativ yaddaş yenidən 2 dəfə artırıldı və 512 MB oldu. Üçüncüsü ekranın ölçüsü dəyişməsə də bu ilk Retina ekranlı iPhone oldu. Piksel sıxlığı o qədər yüksək idi ki, insan gözü artıq ayrı-ayrı nöqtələri seçə bilmirdi. Dördüncüsü sistemə tam funksiyalı multitasking əlavə olundu. iOS artıq bir neçə tətbiqi eyni anda yaddaşda saxlaya bilir, istifadəçi isə onlar arasında sürətlə keçid edə bilirdi. Beşincisi bu model ön kamera ilə çıxan ilk iPhone oldu. Elə bununla birlikdə FaceTime xidməti də ortaya çıxdı və video zənglər mümkün oldu. Əsas kamerada yeniləndi. 5 megapiksellik sensor quraşdırıldı. iPhone tarixində ilk dəfə LED flash əlavə olundu. Video çəkilişin keyfiyyəti isə 480p-dən 720p-yə qaldırıldı. Yəni iPhone 4 sadəcə gözəl görünən bir telefon deyildi. O həm dizayn, həm texnologiya baxımından iPhone anlayışını növbəti səviyyəyə qaldıran model idi. 2010-cu ildə Apple-ın rəqibləri artıq kifayət qədər çox idi. Android dünyasında ilk real flaqmanlardan biri Samsung Galaxy S ortaya çıxmışdı. Onun Nexus S adlı Google-la birgə hazırlanmış xüsusi versiyası da vardı. Bundan əlavə HTC və Sony Ericsson da Android smartfonlarını aktiv şəkildə bazara çıxarırdı. Amma Apple üçün problem təkcə rəqabət deyildi. Satışların lap əvvəlində xoşagəlməz bir qalmaqal baş verdi. Məlum oldu ki, istifadəçi telefonu əlində saxlayanda anten rolunu oynayan metal çərçivəni müəyyən formada sıxdıqda mobil şəbəkə siqnalı zəifləyir və ya tam yox olur. Səbəbi isə sadə, amma kritik idi. Metal çərçivənin sol hissəsində bir kəsik vardı və istifadəçi telefonu əlinə alanda bu nöqtəni bağlayaraq kontaktları qapayırdı və nəticədə siqnal itirdi. Apple bu problemi həll etmək üçün xüsusi plastik bamperləri istifadəçilərə tamamilə pulsuz paylamağa məcbur oldu. Bu qərar şirkətə təxminən 1,5 milyard dollara başa gəldi. Amma maraqlısı budur ki, bütün bu səs-küyə və xərclərə baxmayaraq bu qalmaqal satışlara ciddi təsir göstərmədi. Əksinə, Apple yenə də nəticəni artırdı və 50 milyon nüsxə iPhone sata bildi. Yəni iPhone 4 ətrafında nə qədər problem olsa da, o artıq bir şey sübut etmişdi. iPhone brendi bazarda dayanmaq yox, böyümək gücünə malik idi. Android düşərgəsi sürəti xeyli artırdı. Bazara Galaxy S2,
HTC Sensation, yeni Nexus, Motorola Atrix 4C kimi çox güclü modellər çıxdı. Hətta Nokia N9 kimi tamam fərqli, qəribə dərəcədə maraqlı bir cihaz da vardı. İçində o dövr üçün cəsarətli sayılan bir çox innovativ ideya gizlənirdi. Apple isə buna baxmayaraq minimal yenilənmə təqdim etdi. iPhone 4S. iPhone 4-ə nisbətən dəyişikliklər düzünü desəm böyük deyildi. Əsasən anten problemi düzəldildi. Prosesor yeniləndi, kamera 8 megapikselə qaldırıldı və Bluetooth 4.0 dəstəyi əlavə olundu. Yəni kağız üzərində wow dedirdən nəsə yox idi. Amma iPhone 4S ilə birlikdə Apple ilk dəfə öz səsli assistentini Siri-ni göstərdi. Siri hələ yalnız ingiliscə işlərdi, amma sən artıq səsinlə hava proqnozunu soruşa, zəngli saat qura, xəritədə marşrut düzəldə və ya sadəcə danışaraq bir dostuna zəng edə bilirdin. Bəli, Siri sonradan elə də möhtəşəm inkişaf etmədi və bu gün bazarın çoxundan geridə qalır, amma bu iPhone-u satdıran bir fənd idi. Siri iPhone 4S satışına ciddi təsir etdi və Apple bu modeldən 60 milyon ədəd sata bildi. Üstəlik iPhone 4S başqa bir yeniliklə də yadda qaldı. Apple tarixində ilk dəfə pulsuz iCloud verilən smartfon idi. iCloud-da sən fotolarını və sənədlərini saxlaya, iTunes-dakı musiqini sinxronlaşdıra və ən vacibi, sistemi rahat şəkildə backup edib bərpa edə bilirdin. iPhone 4S Steve Jobsun sağlığında buraxılan son iPhone oldu. Amma onu səhnədə artıq Tim Cook təqdim edirdi. iPhone 4S-in satışları 4 oktyabrda başladı və cəmi bir gün sonra 5 oktyabrda Steve Jobs dünyasını dəyişdi. Bu tarix iPhone-un deyil, bütövlükdə Apple tarixinin ən ağır simvolik anlarından biri kimi yadda qaldı. Steve Jobsun baxışına görə bütün iPhone-lar bir əllə rahat idarə olunmalı, ovuca asanlıqla yerləşməli idi. Məhz buna görə də onun sağlığında ekran ölçüsünə heç vaxt toxunulmadı. Amma bazar trendlərini, yəni artıq böyük ekranlı smartfonların hökm sürdüyü Samsung, LG, HTC və Motorola modellərini görməməzlikdən gəlmək də mümkün değildi. Nəticədə 2012-ci ildə iPhone 5-in təqdimatı ilə iPhone tarixində ilk dəfə ekran diaqonalı 4 düymə qədər böyüdü. Bu isə artıq tam mənası ilə yeni bir smartfon idi. Telefon metal korpusu yeni dizayn aldı. Daxildə Apple A6 prosesoru yer aldı. Operativ yaddaş 1 GB-a qaldırıldı. 1.2 megapiksellik yeni ön kamera əlavə olundu və ilk dəfə olaraq 4G dəstəyi təqdim edildi. Və nəhayət illərlə istifadə olunan köhnə və narahat 30 pinlik port tarixə qovuşdu. Onun yerini əfsanəvi Lightning konnektoru aldı və daha rahat, daha müasir və iPhone-un gələcək illərini müəyyən edən bir addım oldu. iPhone 5 əslində Apple-ın biz də böyüyə bilərik, amma öz qaydalarımızla deməsinə açıq mesaj idi. Üstəlik Apple SIM kartın ölçüsünü bir dəfədə kiçiltdi və onu nano simə çevirdi. Şipli, balaca bir plastik parçasına. Və tarix təkrarlandı. Dünyanın yarısı yenə YouTube-da SIM kartı necə kəsməli videolarına baxırdı. iPhone 5 ilə birlikdə qutuda yeni AirPods qulaqlıqları da peyda oldu. Səliqəli plastik qabda. Bəli, o vaxtlar Apple-ın qutusundan həm şarj cihazı, həm də qulaqlıq çıxırdı. Ölçülərə gəlincə iPhone 5 biraz daha uzun, amma eyni zamanda daha nazik və daha yüngül idi. Nəinki iPhone 4S. Məsələn, Samsung Galaxy S3 kimi telefonların yanında lap balaca görünürdü. Xarici görünüşcə iPhone 4-də qoyulan dizayn xəttini davam etdirsə də, bu dəfə korpusu şüşə yox, alüminiumdan hazırlanmışdı. Bu da telefonu daha möhkəm edirdi. O vaxta qədər bir çox Android flaqmanları artıq kağız üzərində iPhone-dan daha çox şey təklif edirdi. Daha böyük ekran, daha çox operativ yaddaş və əlavə funksiyalar. Amma Android rəqiblərlə texniki baxımdan geri qalmasına baxmayaraq, Apple satışları artırmaqda davam etdi və nəticədə iPhone 5 şirkətin ən populyar modellərindən birinə çevrildi. Bütün istehsal dövrü ərzində Apple bu modeldən 146 milyon ədəd satdı. Bu rəqəm təkcə uğur deyil, bu iPhone-un artıq kütləvi fenomenə çevrildiyini göstərirdi. 2013-cü ildə Android smartfon istehsalçıları ekran ölçülərini ciddi şəkildə böyütməyə başladılar. Androiddə əsas flaqmanlar artıq təxminən 5 düymə yaxınlaşırdı. Məsələn, Samsung Galaxy S4. Bəzi modellər isə ümumiyyətlə ölçü ilə həddi aşırdı. Samsung Galaxy Note 3 5.7 düymlük ekran təklif edirdi. Apple isə bütün bu trendlərə baxmayaraq öz xəttini davam etdirirdi və ekran ölçüləri məsələsində tələsmirdi. Amma məhz həmin il şirkət tarixində ilk dəfə fərqli bir addım atdı. Eyni anda iki modeli təqdim etdi.
Bu da açıq mesaj idi. Apple bazarı görür, amma oyunu yenə öz qaydaları ilə oynamaq istəyir. Apple həmin il 2 model təqdim etdi. iPhone 5s, 5-liyin təkmilləşdirilmiş versiyası və bir qədər daha sadə iPhone 5C. Texniki baxımdan iPhone 5C əslində ötən ilin iPhone 5-in tam sürəti idi. Sadəcə yeni plastik korpuslu və parlaq rənglərdə. Apple-ın təsəvvüründə bu gənclər üçün dəbli, şən bir telefon olmalı və orta segmentdə satışları artırmalı idi. Amma reallıq fərqli oldu. iPhone 5C çox da maraq görmədi. Alıcılar eyni pula keçən ilki iPhone 5-i seçirdilər. Amma iPhone 5s artıq tamam başqa söhbət idi. Bu doğrudan da tamamilə yeni bir smartfon idi və əvvəllər iPhone-da olmayan bir sıra yeniliklər gətirmişdi. Məsələn, Touch ID ortaya çıxdı. Home düyməsinə yerləşdirilmiş barmaq izi skaneri. Apple bu texnologiyanı smartfona gətirən ilk şirkət değildi, amma digərlərindən fərqli olaraq onu sadə və intuitiv şəkildə istifadə edilən hala salmağı bacardı. Bundan əlavə əsas kamera biraz təkmilləşdirildi. Slow motion video rejimi və 2 kat flash əlavə olundu. Prosesor yeniləndi, rəng paletrası dəyişdi və çox vacib bir məqam da var idi. iPhone 5s və 5C ilə birlikdə yenilənmiş iOS 7 təqdim olundu. Apple bu versiyada skemomorfizmdən tam imtina etdi və daha müasir, yüngül və aydın flat dizayna keçdi. Bu dizayn xəttinin izlərini biz bu gün də iOS-da görürük. Yəni iPhone 5C təcrübə idi, amma iPhone 5s Apple üçün növbəti böyük addım oldu. Bütün bu yeniliklərin nəticəsi özünü tez göstərdi. iPhone 5s satışlara görə əvvəlki nəsli geridə qoydu. Ümumilikdə 164 milyon ədəd satıldı. Amma iPhone 5C haqqında eyni şey demək mümkün deyil. Bu model gözlənilən uğuru gətirmədi. Məhz buna görə də Apple artıq növbəti nəsildə bu cür eksperimentdən imtina edəcək. Amma Apple-ı tanıyırıq. Bir ideyadan imtina edirsə, adətən onun yerinə daha yaxşısını gətirir. 2014-cü ildə vaxtı ikən mega populyar olan iPhone 5s rəqiblərin fonunda artıq biraz gülməli görünməyə başlamışdı. Telefon balaca idi və sürətlə populyarlaşan sosial şəbəkələrə baxmaq, xüsusən də YouTube izləmək üzərində çətinlik yaradırdı. Buna baxmayaraq Apple fanatları israr edirdi ki, onlara rahatdır. 4 düym onlara tam bəs edir. Android tərəfdarları iPhone sahiblərini lağa qoyurdu. Rəqiblər Apple-ı trollayırdı. Samsung isə iPhone-larla açıq-aşkar məzələnirdi və məhz bu məqamda Apple at gedişi etdi. Bu iPhone 6 idi və iPhone 6 Plus. Apple ilk dəfə eyni anda 2 ölçüdə smartfon təqdim etdi. iPhone 6 4.7 düymlük ekran, iPhone 6 Plus isə 5.5 düymlük displey ilə. Və etiraf etmək lazımdır ki, dizayn doğrudan da uğurlu alınmışdı. Tam alüminium korpus, home düyməsində barmaq izi skaneri, kamerada optik stabilləşmə, yaddaşın 128 GB-a qədər artırılması, bütün bunlar bazarı sözün əsl mənasında partlatdı. Apple nəhayət böyük ekranlara keçdi və bunu elə etdi ki, hamı birdən-birə susdu. Rəqiblərin fonunda iPhone 6 Plus bahalı bir aksesuar kimi görünürdü. Yeni iPhone-ların yanında solğun qalmayan demək olar ki, yeganə model HTC One M8 idi. Metal korpuslu, güclü xüsusiyyətlərə malik bir telefon. Amma istifadəçilər HTC-ni sadəcə görməzlikdən gəlirdilər. Əvəzində iPhone-lar isti çörək kimi satılırdı. Nəticədə iPhone 6 və iPhone 6 Plus birlikdə tarixin ən çox satılan smartfonları oldular. Təkcə Apple-ın yox, ümumiyyətlə smartfon tarixində ən çox satılan model. Dünənə qədər 4 düym ideal ölçüdür deyənlərin hamısı bugün böyük 6 Plus üçün növbəyə dururdu. Çünki obyektiv olaraq daha rahat idi. Yeri gəlmişkən 6 Plusun da öz qalmaqalı vardı, Bandgate. Yəqin ki, iPhone tarixində ən məşhur qalmaqal. Telefon o qədər nazik idi ki, arxa cibdə oturanda əyilə bilirdi. Amma bu da 6-cı seriyanın yolunu kəsmədi. Əksinə, tarixin ən populyar iPhone olmasına mane olmadı. Ümumilikdə 222 milyon ədəd iPhone 6 və iPhone 6 Plus satıldı. Bir maraqlı detal da var. Apple Pay xidməti dünyada ilk dəfə məhz iPhone 6 ilə ortaya çıxdı. Yəni telefonla mağazada önəliş etmək məhz buradan başladı. 2015-ci ildə Apple nazik korpus problemini nəzərə alıb iPhone 6
6s və iPhone 6s Plus modellərini təqdim etdi. Bu telefonların korpusu biraz daha qalın idi və 7000 seriyalı alüminiumdan hazırlanmışdı. Yəni artıq əvvəlki kimi asan əyilmirdi. Yeniliklər də kifayət qədər maraqlı idi. İlk dəfə Siri-ni "Hey Siri" deyərək əllə toxunmadan çağırmaq mümkün oldu. Və tamamilə yeni bir texnologiya ortaya çıxdı. 3D Touch. Bu sistem sensor və xüsusi motorun köməyi ilə ekrana basma gücünü anlayırdı və kontekst menyularını açmağa imkan verirdi. Sadəcə ikonaya biraz daha möhkəm basırsan, kamera açılır, əlavə ayarlar çıxır. Kamera tərəfi də ciddi şəkildə yeniləndi. iPhone 6s artıq 12 megapiksellik əsas kamera aldı və əvvəlki modeldən xeyli daha yaxşı çəkirdi. Üstəlik ilk dəfə 4K formatında 30 FPS video yazmaq mümkün oldu. Ön kamerada təkmilləşdirildi. 5 megapiksellik modul sayəsində selfilər nəzərə çarpacaq dərəcədə yaxşılaşdı. Bir detal da var idi. Çoxlarının xoşuna gəlmişdi. Ekran flash. Ətraf qaranlıq olanda ekran üzünü işıqlandırırdı və ön kamera ilə daha yaxşı şəkil çəkmək mümkün olurdu. Yəni iPhone 6s sadəcə xırda yenilənmə ilə deyil, o həm daha möhkəm, həm də texnoloji baxımdan daha yetkin bir iPhone idi. Home düyməsi daha sürətli işləyən yeni barmaq izi skaneri aldı. Amma problem başqa yerdə idi. Telefon xarici görünüşü tam olaraq iPhone 6 ilə eyni idi. Məhz buna görə iPhone 6s satışları Apple tarixində ilk dəfə əvvəlki nəsildən aşağı oldu. Ümumilikdə 174 milyon ədəd satıldı. Bu hələ də əla nəticədir və Apple tarixində ikinci göstəricidir. Amma 6-cı seriyanın rekordunu şirkət bir daha heç vaxt qıra bilmədi. 2016-cı ildə Apple yenidən orta büdcəli segmentə girməyə cəhd etdi. iPhone 5G təcrübəsinin uğursuzluğundan sonra şirkət bu dəfə biraz fərqli strategiya seçdi və iPhone SE təqdim olundu. Bu smartfon əslində iki modelin qarışığı idi. iPhone 5s-dən ona dizayn və ekran, iPhone 6s-dən isə bütün daxili hissə keçmişdi. Hətta kamera belə iPhone 6s ilə eyni idi. Yəni köhnə sevilən ölçülərdə, amma tam müasir gücə malik bir iPhone ortaya çıxmışdı. Elə görünürdü ki, mənəvi cəhətdən köhnəlmiş dizayn və $399 qiymət bu smartfona Android-dakı sayısız hesabsız maraqlı rəqiblər fonunda şans verməyəcək. Amma reallıq tamam başqa cür oldu. iPhone SE gözlənilmədən partladı və əsl xitə çevrildi. Balaca ölçülü, amma güclü və müasir smartfon axtaranlar növbəyə düzülmüşdü və satışlar 30 milyon ədədi rahatlıqla keçdi. 2016-cı ilin sonuna gəldikdə isə Apple premium segmentdə lider olsa da texniki baxımdan rəqiblərindən geri qalırdı. Şirkətin siyasəti həmişə eyni idi. Yenilikləri dozalı şəkildə vermək. Amma bu dəfə qərar dəyişdi. iPhone 7 və iPhone 7 Plus modellərində Apple demək olar ki, hər şeyi kökündən yenilədi. Bir şey çıxmaq şərti ilə. Dizaynı. Birincisi yeni rəng Jet Black ortaya çıxdı. Parlaq, cilalanmış alüminium korpus çox effektli görünürdü və eyni dərəcədə də gözəl cızılırdı. Bilirəm, çünki məndə də eynisi var idi. İkincisi, Apple nəhayət iPhone-a stereodinamiklər və suya toza davamlılıq IP67 əlavə etdi. Suya davamlılıqla birlikdə iPhone 7-də bir neçə qeyri-adi dəyişiklik də oldu. Əvvəla Home düyməsi artıq fiziki deyildi. Onun yerini Taptic Engine ilə işləyən sensor set aldı. Basma hissini vibrasiya ilə imitasiya edirdi. İkincisi isə iPhone 7-də qulaqlıq girişi ləğv edildi. Qutudan isə 3.5 mm-dən Lightning-a keçid verildi. Cəmi bir il sonra bu ideyanı demək olar ki, bütün istehsalçılar təkrarlayacaqdı. Amma hamıdan fərqli olaraq Apple-ın planı vardı. Mini jackdən imtina yeni bir məhsulun çıxışı ilə bağlı idi. AirPods. Tam simsiz qulaqlıqlar əvvəlcə 1 ton memə səbəb oldu. Sonra isə əsl xalq hitinə çevrildi. Bundan başqa iPhone 7 Plus Apple tarixində 2 qat kameralı ilk smartfon oldu. Əsas modulun yanında 2 qat yaxınlaşdırmalı 2x televik əlavə edildi və bu da portret çəkilişləri mümkün etdi. Mini jackdən imtinaya baxmayaraq iPhone 7 seriyası çox uğurlu alındı və 160 milyon nüsxə satıldı. Üstünə AirPods və Apple Watch satışlarını da gəlsəniz, Apple marketoloqlarının nə qədər güclü işlədiyini anlamaq çətin deyil. We do have one more thing. 2017-ci il boyunca dolaşan söz-söhbətlər təsadüfi deyildi.
Apple iPhone-un 10 illiyi üçün həqiqətən tamamilə fərqli bir smartfon hazırlayırdı və 12 sentyabr 2017-ci ildə bu rəsmi olaraq təsdiqləndi. Adi yenilənmə olan iPhone 8 və iPhone 8 Plus ilə yanaşı Apple səhnədə məşhur One More Thing anonsunu etdi və yeni iPhone 10-u təqdim etdi. Xalq arasında ona sadəcə X dedilər və o doğrudan da tamamilə yeni bir mərhələ idi. Birincisi Apple Home düyməsindən imtina etdi və o vaxtki ifadə ilə desək çərçivəsiz dizayna keçdi. Çərçivələr həqiqətən nazik idi və bütün tərəflərdə eyni qalınlıqda görünürdü. İdarəetmə də köklü şəkildə dəyişdi. Artıq Home düyməsinə basmaq yox idi. Onun yerini rahat və intuitiv jestlər aldı. Və maraqlısı odur ki, bu jestlər doğrudan da yaxşı işləyirdi. Telefonun konstruksiyasında paslanmayan polad istifadə olunmuşdu və ölçülərinə görə kifayət qədər ağır idi. Bu da əldə bahalı bir əşya hissi yaradırdı. İkincisi, bu iPhone tarixində OLED ekranla çıxan ilk model idi. Üçüncüsü isə barmaq izi skaneri tamamilə tarixə qovuşdu və onun yerinə Face ID, yəni üzlə tanıma texnologiyası gəldi. Və bütün bunlara baxmayaraq təqdimat zamanı Face ID ilə bağlı kiçik bir texniki problem də yaşandı. Bu sistem o qədər yaxşı düşünülmüşdü ki, bugünə qədər də bazarda ən rahat həllərdən biri sayılır. Ümumi təəssüratı korlayan yeganə məqam isə qiyməti idi. Əvvəllər artıq öyrəşdiyimiz $700 əvəzinə iPhone X $1000 satılırdı və bununla da psixoloji həddi aşmışdı. Amma bu da insanları saxlamadı. Nəticədə iPhone X 63 milyon ədəd satıldı. Və bəli, bir detalı da unutmayaq. Çolka. O vaxt bu mövzuda danışmayan qalmamışdı. Hamı deyirdi ki, bu absurddur, eybəcərdir. Amma cəmi bir il sonra bazar eyni kəsiyi olan iPhone-vari telefonlarla doldu. Apple də rəqəmlərindən fərqli olaraq həmin o ekranın yuxarı hissəsində üzlə təhlükəsizlik açılış üçün tam sensor sistemi gizlənirdi. Yəni Face ID. iPhone 8 xəttinə gəldikdə isə bu seriya əslində minor bir yenilənmə idi. Əsas dəyişiklik şüşə korpus, X-dakı kimi və simsiz şarj oldu. Buna baxmayaraq həm tamamilə yeni iPhone X-in mövcudluğu, həm də bu kiçik yeniliklər fonunda Apple 8-ci seriyadan 120 milyon ədəd telefon satmağı bacardı. Və iPhone X-in anonsundan düz bir il sonra Apple artıq onun davamını hazırlamışdı və səhnədə tək yox, 3 smartfon göstərdi. iPhone XR, iPhone XS və iPhone XS Max. Bu isə iPhone xəttinin növbəti böyük mərhələnin başlanğıcı idi. iPhone XS 10-cu seriyanın ideyasını davam etdirirdi. O, eyni 5.8 düymlük ekrana malik idi. Yeniliklər isə əsasən Apple A12 prosesoru və 4 GB operativ yaddaş idi. Əsl marağı isə həqiqətən yeni model iPhone XS Max doğururdu. 6.5 düymlük ekranı ilə bu artıq çox böyük bir smartfon idi. Daxilində 3174 mAh tutumlu batareya sayəsində XS Max bir şarjla kifayət qədər uzun müddət işləyə bilirdi. Yeni seriyanın bütün modelləri əsas fiziki sim kartı əlavə olaraq eSIM dəstəyini aldı. Hətta bir sıra Asiya bazarları üçün Apple tarixində ilk dəfə 2 sim kartlı iPhone-u da rəsmi şəkildə təqdim etdi. Amma 2018-ci ilin əsas ulduzu əslində iPhone XR, yəni iPhone 10R oldu. Bu smartfonun sadələşdirilmiş versiyası idi. OLED əvəzinə LCD ekran, daha qalın çərçivələr və cəmi bir kamera. Amma bunun əvəzində möhtəşəm batareya ömrü və demək olar ki, eyni prosesor təklif edirdi. Bəli, ölçü baxımından biraz daha iri idi və ekranı da baza XS-dən böyük, 6.1 düym idi. Amma bununla yanaşı daha uzun işlərdi. O dövr üçün həqiqətən əla avtonomluğa sahib idi və ən vacibi daha ucuz idi. Buna baxmayaraq yeni iPhone-ların əsas funksiyalarının hamısı onda var idi. Face ID, rahat jestlərlə idarə etmə, stereo dinamiklər, simsiz şarj dəstəyi, bəlkə də dizayn baxımından wow effekti yaratmırdı, amma istifadəçilərin gözlədiyi hər şeyi verirdi. Məhz buna görə də iPhone XR əsl hitə çevrildi və nəticədə bütün satışların təxminən 1/3 məhz bu modelin payına düşdü. This is the iPhone 11 Pro, and these are the most powerful and most advanced iPhones that we have ever built in a stunning new design. 10 sentyabr 2019-cu ildə Apple növbəti yenilənməni təqdim etdi. Xəttin flaqmanı artıq iPhone 11 Pro adlandırılırdı. Onun böyüdülmüş versiyası iPhone 11 Pro Max. Büdcə adlandırılan model isə sadə ad aldı, iPhone 11. Bu yenilənmə tamamilə kameraya fokuslanmışdı, çünki Apple bu sahədə rəqiblərinə açıq-aşkar geridə qalırdı.
iPhone 11 Pro Apple tarixində ilk dəfə 3 kamera modulu olan smartfon oldu. Əsas kameraya və televizora ilk dəfə ultra geniş bucaqlı modul da əlavə edildi. Apple proqram tərəfini də boş buraxmadı. Deep Fusion adlı yeni emal texnologiyası təqdim olundu. HDR şəkillərin keyfiyyətini xeyli yaxşılaşdırdı və ilk dəfə olaraq gecə rejimi də ortaya çıxdı. Yəqin ki, məhz bu model Apple-ın ciddi şəkildə kamera fon kimi qəbul edilməyə başlandığı ilk iPhone oldu. Bəli, o vaxt hələ rəqiblərin səviyyəsinə tam çatmırdı, amma imkanlarını çox ciddi şəkildə artırmışdı. Elə buna görə də yeni adlandırma ortaya çıxdı. Pro. Dizayn baxımından iPhone 11 Pro iPhone XS ilə müqayisədə demək olar ki, dəyişməmişdi. Telefona öndən baxanda onu keçən ilki modeldən ayırt etmək demək olar ki, mümkün değildi. Amma arxa qapaq tərəfdən dəyişikliklər artıq daha gözə çarpan idi. Səliqəli avalın yerini 3 çıxıntılı kameraları olan iri kvadrat blok aldı və bunu tənqid etməyən demək olar ki, qalmadı. Buna baxmayaraq yeni, tünd yaşıl rəng istifadəçilər tərəfindən çox müsbət qarşılandı. Apple iPhone 11 xəttində daha vacib bir addım atdı və 3D Touch texnologiyasından imtina etdi. Bu sistem bahalı idi və basma gücünü ölçürdü. Onun yerinə Haptic Touch gəldi. Vibrasiyanı daha dəqiq ötürən və ekrana biraz daha uzun basmaqla eyni effekti yaradan daha sadə və ucuz bir həll. Nəticədə istifadəçi üçün təcrübə demək olar ki, dəyişmədi, amma Apple üçün bu qərar istehsalı sadələşdirdi və xərcləri azaltdı. Və nəhayət baza model olan iPhone 11 birbaşa iPhone XR-in varisi oldu. Korpus ölçüləri hətta çəki demək olar ki, eyni idi. Amma XR-dən fərqli olaraq iPhone 11 birdən-birə 2 kamera aldı. 12 megapiksellik əsas modul və 120 dərəcə bucaqlı 12 megapiksellik ultra geniş kamera. Texniki baxımdan bu smartfonun Pro modellərində yeganə ciddi fərq ekran idi. Prolarda OLED, iPhone 11-də isə adi LCD ekran var idi. Kamera sayı da fərqli idi. iPhone 11-də 2 kamera, Pro modellərdə isə 3. Amma bütün bunlara baxmayaraq bazı iPhone 11 yenidən hitə çevrildi və böyük qardaşlarından xeyli yaxşı satıldı. Satışların pik dövründə yeni iPhone-ların təxminən 40% məhz bu modelin payına düşdü. 2020-ci ilin aprelində koronavirus pandemiyasının ən qızğın vaxtında Apple sakit səssiz iPhone SE Second Generation modelini təqdim etdi. Şirkətin daxilində ilk SE-nin böyük uğuru hələ də yaxşı xatırlanırdı. O, sözün əsl mənasında isti çörək kimi satılmışdı. Bu dəfə əsas olaraq iPhone 8 seçildi. O model hələ istehsalda idi, yəni Apple-a yığım xəttlərini yenidən qurmağa belə ehtiyac qalmadı. Nəticədə 2020-ci ilin iPhone SE-si dizayn və ölçü baxımından iPhone 8 ilə tamamilə eyni oldu. Daxilə isə Apple A13 prosesoru və 3 GB operativ yaddaş quraşdırıldı. Üstəlik Wi-Fi 6 dəstəyi əlavə olundu. Amma bununla yanaşı 4.7 düymlük LCD ekran, 12 megapiksellik əsas kamera saxlanıldı. Sadəcə rəng palitrası biraz yeniləndi. Alıcılar üçün qara, ağ və qırmızı variant mövcud idi. Yəni Product Red. iPhone SE-nin başlanğıc qiyməti əvvəlki kimi $399 idi. Bu modelin əsas problemi isə avtonomluq idi. Kiçik batareya nə müasir prosesorun gücünə, nə də istifadəçilərin sosial şəbəkələrdə keçirdiyi vaxta tab gətirirdi. Elə həmin 2020-ci ildə 13 oktyabrda koronavirus pandemiyasına görə adət etdiyimiz vaxtdan təxminən bir ay gec Apple iPhone 12 xəttini təqdim etdi. Bu son illərin ən böyük yenilənmələrindən biri idi. Blogerlərdən birinin dediyi kimi, əgər iPhone 4 ilə iPhone 11-in uşağı olsaydı, o məhz iPhone 12 olardı. Və bu müqayisə doğrudan da çox şey izah edirdi. Yeni smartfonların dizaynının əsas ideyası tamamilə düz xəttlər idi. Düz ekran, düz arxa qapaq və hətta düz kənarlar. Apple bir növ iPhone 4-ün dizayn fəlsəfəsini müasir formada geri qaytarmışdı. Amma maraqlısı odur ki, yeni xəttin əsas ulduzu dizayn yox, MagSafe texnologiyası oldu. Yeni iPhone-ların korpusuna yerləşdirilmiş dairəvi maqnitlər simsiz şarjı arxa qapaqda ideal şəkildə mərkəzləşdirirdi. Artıq telefonu millimetr düz qoymağa ehtiyac yox idi. Şarj öz yerini özü tapırdı. Ən vacibi isə başqa idi. Bu maqnitlər sayəsində Apple tam bir aksesuar ekosistemi yaratdı və faktiki olaraq bazarda yeni bir niş formalaşdırdı. Bu niş bugünə qədər milyonlarla dollar gəlir gətirir. Üstəlik təkcə Apple-a yox. Bu qutudan təkcə qulaqlıqların yox, hətta şarj cihazının da çıxarıldığı ilk iPhone idi. Kağız üzərində Apple bunu ekologiyaya qayğı ilə izah edirdi. Tullantıları və ətraf mühitə ziyanı azaltmaq adı ilə.
Amma praktikada şirkət logistika xərclərini ciddi şəkildə azaltdı və eyni zamanda şarj cihazlarının satışından daha çox qazanmağa başladı. Maraqlısı odur ki, bu dəbi sonradan digər istehsalçılar da eyni ilə təkrarladı. Yeni 12-ci nəsil artıq 4 smartfondan ibarət idi. Ənənəvi iPhone 12, iPhone 12 Pro, iPhone 12 Pro Max modellərinə ilk dəfə olaraq iPhone 12 mini qoşuldu. Bu xəttdəki bütün modellərin ekran ölçüləri böyüdü. iPhone 12 və iPhone 12 Pro artıq 6.1 düymlük OLED ekran aldı. 12 Pro Max-ın displeyi 6.7 düymə qədər artdı. 12 mini isə 5.4 düymlük ölçü ilə kompakt seçim olaraq qaldı. Yəni Apple bir tərəfdən böyük ekran trendinə qoşuldu, digər tərəfdən isə balaca iPhone sevənləri də tam unutmadı. Pro modellərlə adi iPhone 12 arasındakı fərq daha da aydın oldu. Birincisi iPhone 12 Pro və iPhone 12 Pro Max polad çərçivə aldı. Adi iPhone 12-də isə kənarlar alüminiumdan idi. İkincisi Pro modellərdə 3-cü kamera var idi, Televik. Üçüncüsü 12 Pro və 12 Pro Max ProRAW formatını dəstəklədi. Bu da post-processing üçün daha da çox detal saxlamağa imkan verirdi. Bunun ardınca lidar da əlavə olundu. Autofokus daha dəqiq işləməyə başladı. Gecə portretləri mümkün oldu. Ümumiyyətlə lidar artırılmış reallıq üçün də 3D məkanın çəkilişi üçün də istifadə oluna bilirdi. Bundan başqa Pro modellərdə operativ yaddaş daha çox idi və bütün Pro'ların baza versiyası 128 GB yaddaşla başlayırdı. Adi iPhone 12-də isə başlanğıc cəmi 64 GB idi. Xəttin flaqmanı olan iPhone 12 Pro Max özünə məxsus əlavə üstünlüklər də aldı. Məsələn, əsas kameranın sensoru 12 Pro'dan daha böyük idi və iPhone tarixində ilk dəfə matris əsaslı stabilizasiya tətbiq olundu. Pro Max-dakı zoom obyektivi də fərqli idi. Adi 2x yox, 2.5x yaxınlaşdırma təklif edirdi. Bununla iPhone ən bahalı modelinin satışlarını artırmağa və son illərdə daha yaxşı satılan baza modellərindən diqqəti yayındırmağa çalışırdı. Və demək lazımdır ki, bu plan işə yaradı. Üstəlik xətdəki bütün modellər artıq Dolby Vision HDR formatında video çəkə bilir, gecə rejimi isə təkcə fotolar üçün yox, videolar üçün də əlçatan oldu. Bütün seriya 5G dəstəyi aldı, amma bunun bir mənfi tərəfi də vardı. Bütün modellərdə batareyanın həcmi kiçildildi. Nəticədə iPhone 12 avtonomluq baxımından əvvəlki nəsildən daha zəif alındı. Hətta deyə bilərik ki, son illərin ən tez şarjı bitən iPhone-larından biri idi. Təbii ki, iPhone SE-ni saymasaq. Və nəhayət bu xəttin ən böyük eksperimenti iPhone 12 mini oldu. Telefon çox balaca idi, amma satışlar gözləntiləri doğrultmadı. iPhone 12 mini Apple'ın gözlədiyindən xeyli zəif satıldı. Bunun da öz səbəbləri var idi. Birincisi, kiçik telefonlar artıq əvvəlki kimi rahat sayılmırdı. İkincisi isə mininin avtonomluğu da çox zəif idi. Batareya istifadəçilərin gözləntilərini doğrultmurdu. Bir il sonra 2021-ci ilin sentyabrında Apple iPhone 13 xəttini təqdim etdi və bu doğrudan da uğurlu bir yenilənmə oldu. Çünki şirkət 12-ci nəsildə buraxılan bütün səhvləri və incə məqamları nəzərə almışdı. Birincisi, smartfonların çəki və qalınlığı bir qədər artırıldı ki, içəriyə daha böyük batareyalar yerləşsin. Bu da bütün xətt üzrə avtonomluğu ciddi şəkildə yaxşılaşdırdı. İkincisi, ekranın yuxarısındakı hissə əvvəlki ilə müqayisədə xeyli balacalaşdırıldı. Üçüncüsü isə baza modellər üçün yeni minimum yaddaş həddi müəyyən olundu. 128 GB. Yəni iPhone 13 Apple-ın nadir hallarda etdiyi bir şey edirdi. Sakit, amma çox dəqiq düzəlişlər. Pro modellər üçün kamera sistemi tamamilə yenidən quruldu. Əsas kamera həm iPhone 13 Pro, həm iPhone 13 Pro Max üçün daha işıqlı optika və matris əsaslı stabilizasiya aldı. Televik artıq hər iki modeldə 3 qat yaxınlaşdırma təklif edirdi. Ultra geniş bucaq isə avtofokus və daha işıqlı linza ilə təkmilləşdirildi. Beləliklə Apple iPhone 13 Pro ilə iPhone 13 Pro Max-ın imkanlarını tam bərabərləşdirdi. Amma yeni Pro'ların əsas fəndi başqa yerdə idi. Yenilənmiş OLED ekran. O 120 Hz dəstəyi ilə gəldi və Apple buna ProMotion adını verdi. Bu isə Pro'larda baza modelləri arasındakı fərqi daha da böyütdü. Adi iPhone 13 isə əslində yalnız yenilənmiş prosesor və bir qədər böyüdülmüş batareya aldı. Operativ yaddaş, kameralar, ekran bunların hamısı keçən nəsildən qalmışdı. Amma bu da ona mane olmadı ki, iPhone 13 yenidən xəttin ən çox satılan modeli olsun. Sadəcə bu dəfə ikinci yerdə olan iPhone 13 Pro Max ilə fərq artıq o qədər də böyük deyildi.
iPhone 13 miniyə gəldikdə isə onun satışları ötən ildəkindən də zəif oldu. Bu da Apple-ın bir fikrini daha da möhkəmləndirdi. Belə kompakt smartfonlar artıq kütlə üçün maraqlı deyil. 8 mart 2022-ci ildə Apple köhnə, sevilən Home düyməsi olan son smartfonunu buraxdı. iPhone SE 3-cü generasiya. Əslində bu ikinci nəsil SE-nin eynisi idi. Tam eyni dizayn, 4.7 düymlük LCD ekran, eyni korpus və ön kamera. Hətta baza yaddaş həcmi belə dəyişdirilməmişdi. 2022-ci ildə artıq biraz ayıb sayılan 64 GB. Dəyişikliklər demək olar ki, yalnız daxildə idi. 3-cü nəsilsi aktual Apple A15 Bionic prosesorunu aldı. Operativ yaddaş da biraz artırıldı 4 GB-a qədər. Qalan hər şey isə tam olaraq əvvəlki kimi qaldı. Hətta MagSafe də bu modelə əlavə edilmədi. Yəni iPhone SE3 mahiyyət etibarilə klassik form faktorda, amma müasir gücə malik son iPhone oldu. People love iPhone, and it's an important part of our daily lives. We're constantly challenging ourselves to raise the bar, to make it better and even more loved. So let's take a look at the new iPhone. Elə həmin ilin sentyabrında Apple iPhone 14 seriyasını təqdim etdi və burada bir əsas dəyişiklik oldu. Zəif satılan iPhone 13 mininin yerinə yeni, böyük iPhone 14 Plus aldı. Apple bu mövzuda artıq özünü yormadı. Şirkətdə başa düşdülər ki, böyük telefonlar insanlara daha çox xoş gəlir. Nəticədə xətt belə formalaşdı. iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro və iPhone 14 Pro Max. Bazı modellərdə isə dəyişiklik yenə də çox minimal idi. iPhone 14 və iPhone 14 Plus yeni 12 megapiksellik əsas kamera aldı, daha işıqlı optika ilə. Üstəlik avtofokuslu yeni ön kamera gəldi və Deep Fusion dəstəyi əlavə olundu. Prosesor isə dəyişmədi. Bu hələ də Apple A15 idi. Sadəcə qrafik nüvələrin sayı artırılmışdı. Bundan başqa baza modellərində operativ yaddaş 4 GB-dan 6 GB-a qaldırıldı və əslində bütün yeniliklər də elə bununla bitirdi. Pro modellərdə yeniliklər daha çox idi, həm də qəsdən. Məqsəd baza modellərlə fərqi daha aydın göstərmək idi. Birincisi iPhone 14 Pro və iPhone 14 Pro Max ekranda tam yeni kəsik aldı. Klassik çolkanın yerini dinamik ada tutdu və Apple ona xüsusi proqram funksiyaları əlavə etdi. Dinamik ada faktiki olaraq aktiv tətbiqlərə və cari proseslərə çıxış verən interaktiv panelə çevrildi. İkincisi, ilk dəfə Always On ekran ortaya çıxdı. Üstəlik bu sadəcə Always On deyildi. Kilid ekranı üçün çoxsaylı fərdiləşdirmə imkanları ilə gəlirdi. Üçüncüsü, Pro modellərdə tarixdə ilk dəfə Peyk rabitəsi peyda oldu. Telefon birbaşa Peyk vasitəsilə zəng və mesaj göndərə bilirdi. Fövqəladə hallar üçün nəzərdə tutulmuş çox vacib bir funksiya. Dördüncüsü isə Pro'lar tamamilə yeni 48 megapiksellik əsas kamera aldı. Bu, iPhone 6s-dən bəri Apple'ın əsas kameranın icazəsini ilk dəfə dəyişməsi idi və kamera imkanları baxımından çox ciddi addım sayılırdı. Və şirkət iPhone-un ən yaxşı video kamera olması ideyasını daha da gücləndirməyə davam etdi. Artıq mövcud olan kino rejiminə əlavə olaraq Action Mode təqdim olundu. Bu rejim hərəkətdə, hətta qaçaraq belə video çəkməyə imkan verirdi. Bundan başqa, bu ABŞ-da fiziki SIM kart yuvası olmadan satılan ilk iPhone idi. Yalnız eSIM dəstəyi var idi. 2023-cü ildə isə Avropa İttifaqı nəhayət Apple-ı məcbur etdi və iPhone-lar USB-C portuna keçdi. Lightning dövrü başa çatdı. Yeni xətt isə ümumilikdə keçən ilə çox bənzər görünürdü. Yenə də 4 model var idi. iPhone 15, onun böyüdülmüş versiyası iPhone 15 Plus, iPhone 15 Pro və xəttin ən böyük və ən əsas flaqmanı iPhone 15 Pro Max. Əvvəlki nəsil Pro'ların əsas fəndi artıq bazı iPhone 15-ə də keçdi. Bu Dynamic Island idi. Artıq aktual xəttdəki bütün iPhone-lar dinamik adaya sahib idi. iPhone 15 və iPhone 15 Plus modellərində ekranların maksimal parlaqlığı 2000 nitə qədər artırıldı, amma yenilənmə tezliyi hələ də 60 Hz olaraq qaldı. Daxili hissəyə gəldikdə isə smartfonlar keçən ilin prosesoru Apple A16 Bionic ilə təchiz olundu. Baza modellərdə əsas kamerada yeniləndi və 48 megapiksellik sensor aldı. Amma USB-C portu bütün modellərdə eyni deyildi. iPhone 15 və iPhone 15 Plus USB 2.0 ilə kifayətlənirdi. Pro modelləri isə USB 3.2 Generation 2 istifadə olunurdu. Bu da məlumat ötürmə sürətinə açıq fərq yaradırdı.
iPhone 15 Pro və iPhone 15 Pro Max artıq təkcə daxili hissi ilə yox, həm də korpusun titandan hazırlanmış əsası ilə fərqlənirdi. Ən azı telefonların kənarları bu metaldan idi və bunun nəticəsində smartfonlar xeyli yüngülləşdi. Məsələn, iPhone 15 Pro Max əvvəlki nəsillə müqayisədə tam 20 qram daha yüngül oldu. Bu isə telefonun yeni, biraz daha qalın batareya səbəbindən azca kökəlməsinə baxmayaraq baş verdi. Bundan başqa 15 Pro və 15 Pro Max iPhone-larla lap əvvəldən bəri gələn bir xüsusiyyəti də itirdi. Səssiz rejim açarı artıq yox idi. Onun yerinə Apple Action Button adlı yeni düymə təqdim etdi. Bu düyməyə hazır preseti bağlamaq olurdu. Səssiz rejim, kamera, fənər və s. Həmçinin shortcuts vasitəsilə istənilən proqramlaşdırılmış funksiyanı da təyin etmək mümkün idi. Pro modellər üçün yeni prosesor da uyğun ad aldı. Apple A17 Pro. Bu çip ilk dəfə aparat səviyyəsində Ray Tracing dəstəyi təqdim edirdi və gücü elə səviyyədə idi ki, Death Stranding və Resident Evil Village kimi tam hüquqlu oyunları problemsiz işlədə bilirdi. Amma Apple yenə də iPhone 15 Pro və iPhone 15 Pro Max arasında kamera baxımından kiçik fərq saxladı. 15 Pro Max yeni 5 qatlıq televik aldı. 15 Pro isə əvvəlki nəsildən tanış 3 qatlıq zoom ilə qaldı. Bununla yanaşı Apple iPhone-ların video imkanlarını ön plana çəkməyə davam etdi. Pro modelləri 4K 60 FPS video çəkilişini ProRes kodekində dəstəklədi. Amma ProRes əsasən peşəkar mühitdə istifadə olunur və videolar çox böyük həcmdə olur. Konkret olaraq iPhone-da 1 dəqiqəlik 4K ProRes video təxminən 6 GB yer tutur. Məhz buna görə də Pro modellərindəki sürətli USB-C 3.2 çox yerinə düşdü. Xarici SSD qoşmaq mümkün oldu. Bəli, iPhone 15 Pro və iPhone 15 Pro Max videonu birbaşa xarici yaddaşa yazmağa imkan verir. Elə buna görə də bu telefonlar kontent çəkilişində hətta kinoda belə daha tez-tez istifadə olunmağa başladı. Məsələn, yaxın vaxtlarda çəkilən 28 il əvvəl filminin bəzi səhnələri məhz iPhone 15 Pro Max ilə lentə alınıb. 2024-cü ildə ənənəyə sadiq qalaraq sentyabr ayında Apple iPhone 16 seriyasını təqdim etdi. Bu yeni seriyanın əsas yeniliyi isə Capture Button adlı yeni düymə oldu. Mahiyyət etibarilə kameranı idarə etmək üçün ayrıca bir düymə idi. Action düyməsi artıq baza modellərə də keçdi. Üstəlik bütün xətt prosessoru üçün bir qədər daha inkişaf etmiş soyutma sistemi aldı. Bazı iPhone 16 və iPhone 16 Plus yeni, daha parlaq rənglər və azacıq yenilənmiş dizaynla gəldi. Operativ yaddaş 8 GB-da qaldırıldı ki, bazı modellər də Apple intelligensi ilə işləyə bilsin. Düzdür, bu süni intellekt hələlik istənilən səviyyədə özünü göstərmədi. iPhone 16 Pro və iPhone 16 Pro Max modellərində ekran ölçüləri artırıldı. Müvafiq olaraq 6.3 və 6.9 düym. Prolar 48 megapikselli yeni ultra geniş kamera aldı və 4K 120 FPS video çəkilişi dəstəklədi. Üstəlik bütün modellərdə batareya həcmi artırıldı. Bu da iPhone 16 xəttinin ən uzun ömürlü iPhone-lar etdi. Daha bir vacib məqam, kiçik iPhone 16 Pro yenidən Pro Max-la bərabərləşdirildi. Artıq onda da 5 qatlıq televik var idi. Ümumilikdə 16 Pro və 16 Pro Max yenilənməsi çox böyük sıçrayış sayılmazdı. iPhone 15 Pro sahibləri rahat nəfəs ala bilərdi. Amma bazı modellər xeyli daha maraqlı yeniliklər aldı və buna uyğun olaraq biraz daha yaxşı satıldı. Today, we're excited to complete the iPhone 16 family with a new model that features the performance, intelligence, and privacy you expect. And here it is. 2025-ci ilin fevral ayının sonunda Apple nisbətən büdcəli yeni C modelini tam yeni form faktorda təqdim etdi. Bu smartfon artıq iPhone 16y adlanırdı və məhz bu model ilə Apple fiziki home düyməsi olan cihazlara definitiv olaraq nöqtə qoydu. Səbəb sadədir. iPhone 16y iPhone 14 bazasında hazırlanmışdı. Yəni dizayn, ölçülər və ümumi quruluş artıq tamamilə yeni iPhone nəsli ilə eyni idi. Bununla da Apple tarixində home düyməli iPhone dövrü rəsmi olaraq başa çatdı. Beləliklə fiziki home düyməsi olan nə iPhone, nə də iPad artıq rəsmi olaraq satılmır. iPhone 16y üçün Apple ənənəsinə sadiq qalıb hazır baza götürdü. iPhone 14. Yeni model 6.1 düymlük OLED ekranı, çolkası və 60 Hz yenilənmə tezliyini ondan miras aldı. Korpus da eynidir. Eni, qalınlığı və hündürlüyü iPhone 14 ilə tam üst-üstə düşür. Amma iPhone 14-dən fərqli olaraq iPhone 16y artıq USB-C portu ilə gəlir. Səssiz rejim açarının yerində
Action Button var və platforma olaraq Apple A18 prosesoru istifadə olunur. Üstəlik operativ yaddaş 8 GB-a qədər artırılıb. Bu da telefonda Apple intelligensi işə salmaq üçün lazımdır. Bundan əlavə iPhone 16-ya indiyə qədərki ən uzun ömürlü iPhone oldu. Hətta iPhone 16 Pro Max-ı da geridə qoydu. Burada təşəkkür etmək lazımdır 4000 mAh tutumlu xeyli böyük bateriyaya. Bu iPhone 14 ilə müqayisədə 700 mAh daha çoxdur. Yeri gəlmişkən iPhone 16-yı Apple tarixində öz modemini alan ilk smartfon oldu. Apple C1. Bu modem həm əlaqə keyfiyyəti, həm də enerji səmərəliliyini baxımından özünü kifayət qədər yaxşı göstərdi. Bu telefonun əsas kompromisi isə kamera idi. Çünki burada cəmi bir əsas modul var. Bu baza iPhone 16-da da istifadə olunan 48 megapiksellik kameradır. Apple'ın fikrincə 48 megapiksel 2 fokus məsafəsini çəkmək üçün kifayətdir. 26 mm bu kameranın əsas bucağı və 2x yaxınlaşdırma, yəni təxminən 52 mm. Sistem sadəcə 48 megapiksellik böyük şəkli 12 megapikselə kəsir və nəticəni demək olar ki, keyfiyyət itkisi olmadan saxlayır. Anons zamanı bu smartfonun qiyməti 128 GB versiyası üçün $600 idi. Ümumilikdə isə çəkilişlə çox da dərindən maraqlanmayanlar üçün olduqca maraqlı bir iPhone təsiri bağışlayırdı. Today, we're raising the bar once again with an all-new iPhone lineup that's unlike anything we've ever created. We're introducing 4 new models, each designed to serve the unique needs of our users. And it starts now. 9 sentyabr 2025-ci ildə Apple ənənəvi payız təqdimatını keçirdi və birdən-birə 4 smartfon göstərdi. iPhone 17, iPhone Air və 2 Pro, 17 Pro ilə 17 Pro Max. Diqqət etmisinizsə burada kiçik bir dəyişiklik baş verir. Artıq öyrəşdiyimiz iPhone 17 Plus əvəzinə Apple tamamilə yeni iPhone Air-i təqdim etdi və bu modelin hətta nömrə əlavəsi də yox idi. iPhone Air ultra nazik bir smartfon idi. Qalınlığı cəmi 5.6 mm, çəkisi isə 156 qram. Bu da onu iPhone 17-dən 20 qram daha yüngül edirdi. Bununla belə iPhone Air 6.5 düymlük 120 Hz dəstəkli ekrana sahibdir və daxili hissə baxımından demək olar ki, Pro'larla eyni idi. Yəni Apple A19 Pro prosesoru, 12 GB operativ yaddaş, ön kamera ilə bağlı eyni üstünlüklər və arxa qapaqda möhkəm Ceramic Shield şüşəsi. Bir sözlə eyni Pro təcrübəsi, sadəcə daha nazik korpusda və yalnız bir kamera ilə. Bəli, burada cəmi bir əsas kamera var idi, 48 megapiksel, yüksək icazə hesabına 2x zoom imkanı ilə. Bu kamera iPhone 17-dəki kamera ilə tam eynidir, amma Pro modellərdə müqayisədə daha sadə idi. 4K 120 FPS video çəkə bilmirdi, ProRes dəstəyi yox idi və USB portu cəmi 2.0 idi. Yəni xarici SSD-yə birbaşa video yazmaq da mümkün değildi. Bir sözlə, iPhone Air dizayn və yüngüllüyü ön plana çıxaran, amma kamera və peşəkar video imkanları baxımından şüurlu kompromislərə gedən çox spesifik bir model idi. Aydındır ki, bu qədər nazik korpusda batareya da böyük ola bilməz. Bəli, Apple iPhone Air üçün 27 saat video izlənmə vəd edir. Bu da iPhone 16 Plus ilə eyni rəqəmdir. Amma bu göstərici ilə bağlı müəyyən şübhələr də yaranır. Belə bahalı və biraz qəribə Air fonunda isə yeni baza iPhone 17 həqiqətən çox cəlbedici görünür. Maraqlısı odur ki, Apple onu xarici görünüş baxımından ümumiyyətlə dəyişməyib. Telefon iPhone 16 ilə tam eyni görünür, amma daxildə xeyli maraqlı yeniliklər var. Məsələn, 6.3 düymlük 120 Hz dəstəkli tam yeni ekran. Yəni baza iPhone 17 biraz daha böyük, amma eyni zamanda xeyli daha axıcı olub. Üstəlik telefonun ümumi ölçüləri demək olar ki, dəyişməyib. Diaqonalın böyüməsi çərçivələrin incəldilməsi hesabına əldə olunub. Ekranın yenilənmə tezi dinamikdir, 1-dən 120 Hz-ə qədər dəyişə bilir. Yəni bu LTPO OLED paneldir. Parlaqlıq da artırılıb, pik göstərici artıq 3000 nitə çatır. Ekranı isə Ceramic Shield 2 qoruyur. 7 qatlı anti-reflektiv örtüyə malik ultra möhkəm şüşə. Daxildə yeni Apple A19 prosesoru yer alıb. O həm daha enerji səmərəli, həm də xeyli daha güclüdür. Operativ yaddaş isə dəyişməyib, yenə 8 GB olaraq qalıb. Amma batareya həcmi artırılıb. iPhone 17 video oynatma zamanı keçən nəsil iPhone 16-dan 8 saat daha yaxşı nəticə göstərir. 22 saatdan 30 saata qədər. Şarj sürəti də yaxşılaşdırılıb. 40 W'lıq adapterlə 20 dəqiqəyə 50% dolum mümkündür. Ultra geniş kamera da yeniləndi.
İndi o da 48 megapiksellik sensor, 2.2 diafraqma işıq gücü və 120 dərəcə baxış bucağı aldı. iPhone 17-nin ön kamerası isə Pro modellərdə olduğu kimi Center Stage texnologiyası ilə gəlir. Yəni bu kvadrat sensordur. Telefonu şaqili tutanda belə həm şaquli, həm də üfüqi selfilər çəkmək olur cihazı çevirmədən. Ümumilikdə yeni xəttdə iPhone 17 ən düzgün və ən sərfəli seçim kimi görünür. Çünki artıq bütün əsas vacib funksiyaları bacarır. Qiyməti isə 256 GB yaddaşa malik baza versiyası üçün $800 başlayır. Nəhayət ki, normal başlanğıc həcm. Və nəhayət iPhone 17 Pro və iPhone 17 Pro Max. Apple uzun müddətdən sonra Pro'ların dizaynını köklü şəkildə dəyişdi. Titandan imtina etdilər və tam alüminium korpusa keçdilər. Bu, iPhone 7-dən bəri ilk tam metal iPhone oldu. Kameralar, prosesor və ümumiyyətlə elementlərin böyük hissəsi yuxarıda yeni iri çıxıntıda cəmləndi. Buna indi kamera plato deyilir. Simsiz şarf və MagSafe üçün isə arxa qapaqda kəsik edilib və keramik shield materialından şüşə insert yerləşdirilib. Apple'ın iddiasına görə bu material adi şüşədən 4 dəfə daha möhkəmdir. Apple modellərdə televiki də ciddi şəkildə yenilədi. İndi o da 48 megapiksellik sensor alıb. Düzdür, optik yaxınlaşdırma 4x-dir, amma yüksək icazə hesabına keyfiyyət itkisi olmadan 8x-ə qədər yaxınlaşdırma etmək mümkün olacaq. Ön kamerada yenilənib. Artıq o da kvadrat sensorludur və telefonu çevirmədən istənilən orientasiyada selfie çəkməyə imkan verir. Modem də dəyişdirilib. Burada artıq Apple C1X istifadə olunur. O keçən nəsildən 3 dəfə sürətlidir və iPhone 16 Pro Max-dakı modemlə müqayisədə təxminən 30% daha enerji səmərəlidir. Apple batareya həcmini də artırıb. Üstəlik yalnız eSIM olan versiyalarda batareyalar daha böyük olacaq. Məsələn, iPhone 17 Pro Max üçün bir şarjla 39 saata qədər video oynatma vəd edilir. Bu da 16 Pro Max ilə müqayisədə 6 saat daha yaxşı nəticə deməkdir. Ümumilikdə bu çox maraqlı yenilənmədir və diqqət edin. Apple smartfonlarını nə qədər sərt şəkildə ayırıb. iPhone 17 baza versiyası istifadəçilərin təxminən 99%-nin bütün əsas ehtiyaclarını tam şəkildə qarşılayır. Qalan 1% isə çəkilişi sevənlər, videonu birbaşa telefonda montaj edənlər, ümumiyyətlə telefonu yeganə iş aləti kimi istifadə edənlərdir. Bugün belə insanlar kifayət qədər çoxdur. Məhz onlar üçün Apple Pro modellərini hazırlayıb. Bu Pro'lar artıq Genlock ilə çəkiliş edə bilir. Yəni bir neçə iPhone-da çəkilişi eyni vaxtda sinxronlaşdırmaq mümkündür. Bundan başqa Access profilini dəstəklər və nəhayət Apple ProRes RAW formatında video yazmağı bacarır. Bu demək olar ki, RAW səviyyəsində materialdır, sadəcə ProRes konteynerində sıxılmış formada. Bu da postprosesdə ISO, çəkiliş sürəti və digər parametrləri sonradan dəyişməyə imkan verir. Qısacası, Pro modellər indi həqiqətən kontent yaradanlar və ya kompüterdən ümumiyyətlə istifadə etməyənlər, bütün işini iPhone-da görənlər üçün nəzərdə tutulub. Və bu strategiyanın nəticəsi olaraq Apple iPhone 17 Pro-nun baza qiymətini $100 artırdı. İndi o $1100'dır. iPhone 17 Pro Max üçün isə qiymət dəyişməz qaldı. $1200. Beləliklə 2025-ci ilin sentyabrına qədər buraxılmış bütün iPhone-lar bunlardır. Gördüyünüz kimi Apple mövqelərindən geri çəkilməyi qətiyyən planlaşdırmır. Son illərdə şirkət bir neçə dəfə dünyanın ən çox smartfon satan istehsalçısı olub və bu Apple'ın büdcə segmentində telefon satmasına baxmayaraq baş verib. Yeri gəlmişkən 2025-ci ilin 1-ci rübündə Apple rekord gəlir açıqladı. $124 milyard. Bu da ötən ilə müqayisədə 4% artım deməkdir. Düzdür, iPhone-un payı bir o qədər azalıb, əsas artım xidmətlərdən gəlib. Amma buna baxmayaraq iPhone hələ də Apple-ın ən önəmli məhsuludur və yəqin ki, dünyanın ən təsirli smartfonu da elə iPhone-dur. Bəs bu nə qədər davam edəcək? Thank you very much for joining us. Have a great day.